Assalamu alaikum. Hürmetli qarindaşlar, tövende huzurunuzga sunduğumuz Uygurca tibabat kitapları. Bu kadar tanıştırışımızda 50 yakın tibabat kitabını tanıştırıyoruz. Birinci lap tanıştırduğumuz Qashqa Uygur tibabatçılığı. Bu kitabın yazgıcısı Adil Muhammed. Qashqa Uygur Nəşriyyat tərəfindən 2012-ci il nəşr qılınğan 5 sani 266 bət. Bu Qashqa məcmuəsinin 16-cısı. İkincisi 100 Kisel 100 Retsept namlı kitap. Bu kitabınki avtori Abdükerim Tursun Toxti. Xalq Səyyə Nəşriyyat tərəfindən 2005-ci il nəşr qılınğan 291 bətlik kitap. Üçüncüsü Uygur tibabatida ozuluq bilan davalash namlı kitap. Bu kitabınki avtori Ne'matullo Abeydullo Hoji. Bu kitabni 2002-ci il Yaşlar Ösmirlər Nəşriyyat nəşr qılğan 5 sani 212 bət. Dördüncüsü 2006-cı il Xalq Səyyə Nəşriyyat tərəfindən nəşr qılınğan Uygur tibabat pişik doğrular Xazinesi namlı kitap. Bu kitabın avtori Eli Hacı Qurban Niyaz Emçi. 5 sani 1928 bət. Bu kitapqa 2000 xildan artıq doğru tanlap ilinğan bolup doğrularını yasalmış şekli boyunca matbuxlar, şerbetler, macunlar, javarishlar, zimatlar qatarlıq 41 türgü bölüp bayan qılınğan. Hem de her bir doğrunun asas usulü ve işletiş usulü bilen toluq bayan qılınğan. Irpan İzgülüm namlı kitabının avtori Nazım Qamberi. Bu kitabın muallif özü torda taqatqan 2001 yıldan başlap. 5 sani 286 bət. Irpan İzgülüm degen ismiga qarasaq bu kitabınki tibabat kitabı kelkin taza bilemesligimiz mümkün. Lekin özü tibabat kitap. Abdülhamid Ali Hojininki Qandsiz iş kesellikler namlı kitabı 2005-ci il Milletler Nəşriyyat tərəfindən nəşr qılınğan. Bunun 5 sani 86 bət. Mavu 280 bətlik Uygur tibabat qamusunun 1-ci jildi belki məmnuniyyə tanışlıq boluşu mümkün. Bu Xalq Səyyə Nəşriyyat tərəfindən nəşr qılınğan. Bu kitab 7 tomluq bolup 61 jildini körsətdik, qalan 6 jildini ile paylaşanlar buludu. Bu Abdurrashid Tizim'ninki Neyro Acizlik ve Cinsi Acizlik namlı kitabı Pennomlar Nəşriyyat neşr kılınğan Uygur Qazaq şöbesi tərəfindən 5 sani 98 bət. Bu 1989 yıllık kitap eken. Pek belki tapılması mümkün. Lekin torunda Ali Hacı Qurban Niyaz'ınki 111 bətlik Erlər Cinsi Acizliqni Uygur tibabat davalash namlı kitabı buludu oquşqa. Ondan Turmuş Məsləhətçisi namlı kitap Qashqa Uygur Nəşriyyat tərəfindən nəşr qılınğan 2006-cı il 174 bət. Mavi Luqman Aqniyaz'ın en yaxşı doktor özünüz namlı kitabını 2012-ci il Fəttəxlik Səyyə Nəşriyyat nəşr qılğan 90 bətlik onun oquşqa arzuydu. Ondan İhbar ve Sağlamlık kitabının avtori İhbar Biyologiya Tərəqqiyat Şəkli Şirketi 88 bət. Uygur tibabat reseptördən miraslar namlı yürüşlü kitaplarının 8-ci qismi Mutallib Ali Hojining kitabı 81 bət. Uygur tibabat reseptördən miraslarının 6-cı qismi avtori Ekber Muhammed 89 bət. Keselliklərini yerlik usul davalash avtori Hacı Abdurrahman Ne'mat 157 bət. 99-cu il nəşr qılınğan Qashqa Uygur Nəşriyyat tərəfindən. Xalq işi daim işletilgan doğrularının avtori G'ani Nasir 2000-ci il nəşr qılınğan Pentexnik Səyyə Nəşriyyat tərəfindən 178 bət. Uygur tibabat qısqış tarixi materiallar toplum namlı kitabınki avtori Uygur tibabat tədqiqatçıxanası 1983 yıl nəşr qılınğan 59 bətlik kitap. Bunu motordan tapalaysınlar. Bu
Qashqat Tibbiy Texnikum tərcümə qılıb basqan Toxulma və Törəlmə İlmi namlıq kitab 322 bet. Avtori Turam İlyov. Bu davalaş kesip üçün dərslik qılınğan kitabken. Bu daim işletildiğin Uyghur Tıbbi Doğrular Kullanması 2 doğru qismi 307 bet 2010 yılı Pen Texnik Seyya Nəşriyyat tərəfindən nəşr qılınğan. Uyghur Tıbbi Respublikadan miraslarının 7. qismi Avtori Tevekkül Qurban 82 bet 2014 yılı nəşr qılınğan. Adil Yolbasının Nəfəs Sistemimiz Kizelliklərinin Yeməklik bilan davalaş namlı kitabı 113 bet 2014 yılı Xalq Seyya Nəşriyyat tərəfindən nəşr qılınğan. Salametlik dair 300 məsləhət tüzgüsü Tutu Ömer Milletler Nəşriyyat 2012 yılı nəşr qılınğan 234 bet. Uygurlarning yangi taomlari nomli kitob Avtori Belqis Sodiqning Pariza. Bu kitob yemeklik bilan kasallik davolashda foydalanishda bo'lgan kitob 164 betlik kitob. To'rduba 2011 yilda nashr qilingan. Qushlar insonlarning do'sti nomli bu kitobning avtori Abbas Burhan. Bu Pen Universiteti nashriyatida nashr qilingan 160 betlik kitob. Uzun ömür görüşünün sırları Avtori Eli Kerim 2012 yılı Pen Texnik Nəşriyyat tərəfindən nəşr qılınğan 109 bet. Bu Salametlik və Cinsiyyət namlı kitabını Şinjan Yaşlar Üstündə Nəşriyyatı 1986-da nəşr qılınğan Avtori Emin Qazi. Mutallab Eliyacının Yürək Gizlilikləri namlı kitabını 2005 yılı Milletlər Nəşriyyatı nəşr qılınğan 537 bet. Nurtay Muhammed'nin Baş ve Men Gizlilikleri namlı kitabını 2005 yılı Milletler Nəşriyyatı nəşr qılınğan 558 bet. Kamal İsamdinov'ның Momamның Şifalıq Doğruları namlı kitabı 2006 yılı Milletler Nəşriyyatı nəşr qılınğan 184 bet. Muhammedcan Abdullah'nınki Qan ve Qan Tomir Gizlilikleri namlı kitabı 2005 yılı Milletler Nəşriyyatı nəşr qılınğan 94 bet. Turgun Ömerli Abdülkadir Abduvayt'ın Xotan'da ötken atıqlı toyuplu namlı kitabı Xalq Nəşriyyatı tərəfindən 2003 yılı nəşr qılınğan Seyya Nəşriyyatı 305 betlik kitab. Abbas Burhan'ın Hayatlık ve Muhit namlı kitabı 1987 yılda Yaşlı Ösmülər Nəşriyyatı tərəfindən nəşr qılınğan 388 bet. Torduba. Məvu Qavziyyətin davalaşının əpçili usullarını tərcüm qılıb tüzgüçü Musabbir Razaq ulan Əlbə Məhmud. Bunu Xalq Seyya Nəşriyyatı nəşr qılğan 2005 yılı 147 betlik kitab. Uyghur Tıbbiçilik ilmi savatlarını Xalq Seyya Nəşriyyatı tüzgən və nəşr qılıb taqatqan 1978 yılı 899 betlik kitab. Bu kitab Torduba. Uyghur Tıbbiçilik Qollanmasının avtori Nur Muhammed Axun 77 yılı nəşr qılınğan kitab Xalq Seyya Nəşriyyatı tərəfindən 955 betlik kitab. Torduba. Mavo Jonyo Ösümlük Doğruları namlı kitabını Seyya İdarəsi nəşr qılıb taqatqan 611 betlik kitab. Bu hazır bazarlarda yox boşum ki, lekin Torduba. Abbas Burhan'ın İrsiyet ve İrsiyet Quruluşu namlı kitabını Milletlər Nəşriyyatı 83 nəşr qılğan 255 bet. Bu Torduba. Qopur Emin'nin Azim Qilish Sistemimiz Kizellikleri namlı kitabı Qashqar Uyghur Nəşriyyatı tərəfindən 87 nəşr qılğan 225 bet. Torduba. O Qanunça Yusuf Hacı'nın kitabı Teoret kitabı 75 yılında nəşr qılınğan 290 bet. Bunun toplumçu olaraqda. Mikrotun Töküsü ve Ziyne namlı kitabını Abbas Burhan 1985 yılı Pen Universiteti Nəşriyyatı Uyghur Xalq Şöbəsində nəşr qıldıqan 348 bet. Bunun toplumçu çürüp oxuyalayısınız. Bu Qansi İşkizeliklerin Uyghur Tıbbi Davalaş namlı kitabının avtori Muhammed Ömer Mansur Hacı 86 yıllık nəşrininki 51 bet. Pen Texnik Seyya Nəşriyyatı nəşr qılğan. Bu Uyghur Tıbbi Respublikadan miraslarının birinci qismi avtori Meryem Saqim bilan Erkin Saqim 97 bet 98 nəşr qılınğan Pen Texnik Seyya Nəşriyyatı tərəfindən. Yürek elektriklik resim kullanmasını Qopur Emin 1986 yılı Xalq Seyya Nəşriyyatı nəşr qıldıqan 128 bet. Hazır 4-cü sürəliysizlər. Mavo Nimetullah Abedillah'nın Bizning Ozuqlarimiz namlı kitabı 87 yılı Yaşlar Üstündə Nəşriyyatı tərəfindən nəşr qılınğan 357 bet. Bunun Torduba.
Uyghur Tamakları namlı kitap 1984-nji Halk Neşriyat tarapyndan neşr kılıngan. Autor Toqty Baqy 285. Tordan düşürälişli. Periyada Abdullah Rızvan Osman tüzgen diabet kizelden saqlanyş tedbirleri 2001-nji Pen Texnik Seyya Neşriyat tarapyndan neşr kılıngan 189 bet. Qanaylı sistem kizellikleri Gopur Emin'nin kitabı bolup 1986-njy ýylda Qashqa Uyghur Neşriyat neşr kılıngan 372 bet. Esel bilen kesel davalaş Abdülkim Nurmahmet Ağacı'nın kitabı 2003-njy ýylda Halk Seyya Neşriyat neşr kılgan 171 bet. Mi bilen kesel davalaş Abdülkim Nurmahmet Ağacı'nın kitabı 2001-nji ýylda Pendaknik Seyya Neşriyat neşr kılgan 108 bet. Köftet bilen kesel davalaş Abdülkim Nurmahmet Ağacı'nın kitabı bu Pendaknik Seyya Neşriyat 2001-nji ýylda neşr kılgan 163 bet. Mizaj we yemek içmek Ahmetcan İsmail'in kitabı 2010 ýylda Pen Texnik Seyya Neşriyat neşr kılgan 197 bet. Uyghur Milli Tibabatda köpçüldüğün doğrularını Qashqar şäherlik Uyghur Tibabat Şifahanasy tüzgen 1980-nji ýylda 572 bet. Bunun tordan düşürälişli. Mehmet Ali Eysa Abdülkadir Qayyum Ilgar Sabitler tüzgen içki gizlilikler namly kitap 1986-njy ýylda Halk Neşriyat tarapyndan neşr kılgan 1040 bet. Bu kitap okup goýaşyk arzuydy. 1040 betlik kitap bunun tordan düşürälişli. Ali tibbi tehnikumlar üçin sınaq dersi kılıngan kitap. İçki bölüm xatarlik ağrıqdan qutquzuş namly kitap bu ders kılıngan kitap. Halk Seyya Neşriyat neşr kılgan. Bu kitapnynki awtory Gopur Emin 369 betlik kitap. Bunun tordan düşürüp okuy alaýsy. Ballar kesellikleri Ali tehnikumlar üçin ders kılıngan kitap 86-njy ýylda neşr kılınyp Halk Seyya Neşriyatynyň 444 betlik kitap. Rahmet.